Yaşıma baxanda deyirəm ki, az eləmişəm. Çünki mənim arzularım indi aşır-daşır, ideyalarım indi aşır-daşır. Yəni o vaxtda gənc ikən, uşaq ikən, sonra gəncləşəndə bizim ailədə bir şüar var idi. Çox eşidib, az danışmaq. Bu bizə kapitalist nəsli kimi örnək olmuşdu bu sözlər. Tariximizə çox böyük bir vergidir Dilarə xanım tərəfdən. O, Musa Nağıyevi yenidən diriltdi, tariximizdə yenidən onun yerini bərkitdi və Azərbaycan miqyasında onu yenidən tanıtdı. Bu artıq bir fakt olaraq həkk olunub. Bu insan meydanda təkdir və tək də olub, bu yola tək çıxıb və hal-hazırda da tək davam etdirir. Və ölçülməz bir əmək var bu yolda qoyduğu əmək. Və təbii ki, o səhnə arxasını mən gördüyümə görə o əməyin nə qədər dərin, nə qədər yüklü olduğunu çox gözəl bilirəm. Yəni bu zəhmət heç bir şeylə ölçülməz mənim fikrimcə. ...1992-ci ildə mən bu meydana atıldım. Məqalələr yazdım ki, mənim babam Ağa Musa Nağıyev görün kim olub, onu tanıtdırmağa başladım. Çünki həqiqətən onların hamısı susturulmuşdu, heç kəs tanınmırdı. Və mən bu yazdığım 10 kitabda, çəkdiyim filmlər, layihə rəhbəri olduğum filmlərdə göstərdim ki, Ağa Musa Nağıyev çox böyük işlər görüb, xeyriyyəçilik olub, məktəb tikdirib, xəstəxanalar tikdirib, yığıncaq üçün binalar tikdirib və böyük xeyriyyəçiliklər göstərib. Tarixi şəxsiyyətin taleyi deyilən bir anlayış var. Çox sayda faydalı işlər görmüş tarixdə insanlar var ki, onların irsini yaşadan, onu təqdim edən, onu memuarlarda, hansısa sənədlərdə gündəmə gətirən insanlar olmayanda onun o fəaliyyətinin də əsas detalları unudulmuş olur. Ağa Musa Nağıyev bu baxımdan çox şanslı bir şəxsiyyət olub. Ona görə ki, onun nəslinin davamçıları onun gördüyü işlərin Azərbaycanın yeni nəslinə çatdırılması üçün hər cür fədakarlıq eləyiblər. Və bu fədakarlığın da başında Dilarə xanım gəlir. Dilarə xanım həm qeyri-hökumət təşkilatı formatında, həm də şəxsi təşəbbüsləri ilə onun Azərbaycanda həm arxitektura istiqamətində, həm Azərbaycan maarifçiliyinin inkişafında olan rolunu Azərbaycan cəmiyyətinə çatdırmağı bacarıbdır. Bu onun vətəni qarşısında, ölkəsi qarşısında, xalqı qarşısındakı böyük xidmətidir. Nə xoşbəxt Ağa Musa Nağıyevə ki, onu bu xalq yaşatdı, onu onun ailəsi yaşatdı və onun ailəsinin ayrılmaz parçası olan mərhum anam Nurəngiz gün belə adlandırardı Dilarə xanımı. Əzabkeş, cəfakeş Dilarə xanım nə yaxşı ki oldu bu nəsildə. Və mən bəlkə yeniyetməlik, gənclik yaşlarımdan üzü bu yana Dilarə xanımı tanıdım və getdikcə dərindən tanımağa başladıqca onun ailəsinə, nəslinə, şəcərəsinə və deməli elə xalqına, ölkəsinə, dövlətinə olan tükənməz sevgisinin şahidi oldum və hər bir zamanda yaxşı mənada heyrətləndim. Ümumiyyətlə, Ağa Musa Nağıyevin fəaliyyəti nəinki bir mesenat, milyonçu kimi həm də tarixin formalaşmasında həmin dövr üçün əhəmiyyətli olan bir sıra mərhələlərdə əvəz olunmazdı. Və Dilarə xanımın fəaliyyəti ilə tanış olduqda nə qədər böyük zəhmətlə ərsəyə gətirdiyi kitabların müəllifi kimi və bu kitablardan sonuncusu olan
10-cu kitabı Tarix Yaşadan Binalarla tanış oldum. Dilarə xanım onu elə qələmə alıb ki, sanki o tarixi bir də yaşayırsan və o dövrə bir də qayıdırsan və Ağamusa Nağıyevin gözünün qarşısında adamın canlı portretini yaradır. Yəni həqiqətən də bunu bu cür dilə gətirmək böyük bir uzun tədqiqat işinin nəticəsidir. Bütün kitablarım Ağamusa Nağıyevə aiddir. Ona həsr edilib. Onun fəaliyyətinə, onun tədqiqatçısına mən çevrilmişəm. Və o zaman o kitabın adını yazarkən mən özümdən xoşallandım ki, nə gözəl ad tapmışam. Həqiqətən xalq üçün özünə əritmişdi, amma izi də qalmamışdı. Və bu izləri mən bir-bir bu 35 il ərzində, yəni 50 yaşından bu işə başlamışam və bu izləri araşdırmağa başladım. Bir İsmailiyyə binası həm də ölkənin problemlərinin müzakirə olunduğu, milli dəyərlərin formalaşdırdığı bir məkan idi. Deyək ki, bu məkanı yalnız bir bina olaraq götürə bilmərik. Akademiyanın binası, yaxud da bir xəstəxana binası məşhur bu cür insanların sağlamlığına o zaman böyük ölçüdə yayılmış vəba xəstəliyinin qarşısının alınması, müxtəlif epidemiyaların qarşısının alınması üçün önəmli rol oynayırdı. Yəni bir millətin, bir nəslinin sağlamlıq probleminin çözülməsində bunların böyük əhəmiyyəti olur. Və Dilarə xanım da yazılan kitablarla, çıxışlarla, müraciətlərlə, haqqın tanınması uğrunda apardığı mübarizə ilə, hüquqi zəmində Ağamusa Nağıyevin irsinin doğru qiymətləndirilməsinə çalışması ilə beynəlxalq arenada ona aid ola biləcək müəyyən atributların Azərbaycan xalqı üçün aydınlaşdırılması baxımından kifayət qədər böyük işlər görür. Bu işlər də dövlətimiz tərəfindən də yüksək qiymətləndirilir və cəmiyyətimiz tərəfindən önəmlidir ki, yüksək qiymətləndirilir. Çünki hər nəticə öz kökü haqqında, öz babası haqqında ola bilsin ki, ailə mühitində sevinç dolu danışa bilər, ürəkdən nələrsə ifadə edə bilər. Amma onu kitaba hər adam köçürənmir, ya tənbəlliyindən, ya qabiliyyətindən, ya başqa amillərdən asılı olaraq. Amma Dilarə xanım bunu kitaba köçürdü, Dilarə xanım bunu sənədlərə köçürdü. Bugün bütün Azərbaycan insanı, böyüməkdə olan nəsil, bu da çox əhəmiyyətli bir məsələdir. Çünki bizim gələcəyimiz bugünkü uşaqlarımızdır, yeniyetmələrdir. Və bugün onların da arasında Nağıyev ismi tanınırsa və o insanın, o böyük insanın həyata keçirdiyi fəaliyyət bugün gənclərimiz arasında da populyardırsa, onlar da qiymətini verə bilirlərsə, düşünürəm ki, bu elə Nağıyev xoşbəxtliyi idi. Eyni zamanda Dilarə xanım Nağıyevanın bu yöndə, bu istiqamətdə, bu amal uğrunda yorulmadan, usanmadan çalışmasının nəticəsidir. Mən bilirdim, onu da çoxdan bilirdim ki, Ağamusa Nağıyevin ikinci həyat yoldaşı olub, Yelizaveta Qrigoryevna Cankorova və ona əhəmiyyət vermirdim. Sözün açığı onun haqqında yazmışdım, kitablarımda da var idi. Ona Liza da deyirdi, Amal da deyirdi, Ağamusa Nağıyev, əsl adı Yelizaveta idi. O Ağamusa Nağıyevdən çox sonra, yəni 1919-cu ildə Musa Nağıyev rəhmətə gedib. O isə 25-26-cı illərdə qəbri çox pis vəziyyətdə idi, olduqca dağınacaq şəkildə idi. Və bu mənim son fəaliyyətim, axırıncı fəaliyyətimdən mən danışıram. Gözəl bir qəbrə, məzara çevirdi, qara mərmərlə yazdırdı, şləpalı şəkilli üstünə qoyduq. Yəni belə işləri gördükcə mən cavanlaşıram və məndə ruh yüksəkliyi həmişə çox yüksək olubdu. Həmişə irəli baxmışam, nəyəsə getməyə, nəyəsə çatmağa olub meylim və bunu da etmişəm. Dilarə xanımın xeyriyyəçiliyi, səxavəti,
parlaq zəkası və qürur verici təvazökarlığı bu günləri bizim gənclərimizə çox böyük bir nümunədir. Dilarə xanım nəinki cəmiyyətdə, getdiyi hər bir yerdə öz böyüklüyünü göstərir. O öz məsləhətlərini heç vaxt heç kimdən əsirgəmir. Bir böyük kimi o zəngin keçdiyi zəngin həyat təcrübəsindən, iş təcrübəsindən hamı ilə bölüşür, öz məsləhətlərini verir. Yenə təkrar eləyirəm, o nəinki maarifləndirici söhbətlər aparır, hətta maddi, mənəvi də dəstək göstərir insanlara. Dilarə Naivadan yaşının bu vaxtında soruşduqda ki, gözəlliyinin sirri nədir, gənc qalmasının sirri nədir, belə cavab verir. Mən həyatı sevirəm. Mən insanları sevirəm. Bax, o sevgi məndə həyatda yaşamağa sövq edir məni. Və bir şeydə deyildiyi kimi, Ulu Tanrım, lütf eylə. Mən ki sevirəm səni. Sevgi aradığım üçün sevənlərdən et məni. Dilarə xanım sevə bildiyi üçün o daim də sevilir. Mənim etdiklərimə dövlət də qiymət verir. Cənab Prezident mənə təqaüd bəxş edib, ömürlük ev verib. Mehriban xanım mənə qəbulunda olmuşam, çox gözəl qarşılayıb, Leyla xanım. Yəni bunlar hamısı ondan irəli gəlir ki, mənim bütün fəaliyyətim, dinim, amalım, imanım, günüm, saatım hamısı Ağa Musa Nağıyev oldu. Hətta mən yazıcı kimi özümə Ağa Musa təxəllüsü də götürməyimlə fəxr edirəm. Çünki mən nəinki öz arzularımı yerinə yetirdim, mən atamın ideyalarını həyata keçirdim, mən atamın eləmədiklərini, demədiklərini mən bu gün deyirəm, edirəm və həyata keçirirəm. Planlarım böyükdür, nə edirəmsə deyirəm azdır. Mən tövsiyəm yenə deyirəm gənclərə odur ki, etdiyinizlə, yaşadığınızla qane olmayın. Həmişə irəli baxmaq lazımdır, gələcəyə baxmaq lazımdır, amma xor baxmaq yox. Gözəl gözlərinə, xoş gözlərinə, xoş niyyətlə baxmaq lazımdır. Ümdə arzum odur ki, mənim evladlarım xoşbəxtdırlar, ondan da xoşbəxt olsunlar. Elimizə, obamıza istəyirəm azadlıq olsun, qələbə olsun, zəfərimiz olsun. Mən Cənab Prezidentə, Cənab İlham Əliyevə dəfələrlə müraciət eləmişəm ki, zəfəriniz mübarək, sizin çəkdiyiniz əziyyət, zəhmət bütün Azərbaycan üçündür, bütün dünya üçündür. Dünya miqyasında bizi tanıtırıbsa, bugün biz söz azadlığından istifadə ediriksə, bugün mən Ağa Musa Nağıyevin, Hacı Zeynalabdin Tağıyevin, Şəmsi Əsədullayevin, Murtuza Muxtarovun adını çəkirəmsə, nə xoş, bundan da xoşbəxt günlər olarmış. Çünki vaxtında atam deyirdi ki, böyük bacım rəhmətlik Solmaz deyirdi ki, mənim əlimdən tutub İsmailiyyanın üzböyüz səkidən keçəndə deyirdi ki, başı qaldırma, amma sağa bir bax ki, sağdakı bina İsmailiyyə binası mənim atam tikdiribdi. Xoşbəxtəm ona görə ki, 5 nəvəm var, 6 nəticəm var. Bunlarla qürur duyuram ona görə ki, bilirsiniz, yaşamaq şirin şeydir. Amma o yaşamağı necə yaşayırsan? Bu sualı hərə özünə verməlidir. Mən bu sualı verdim özümə. Hələ 1992-ci ildə, baxmayaraq ki, dövlət qulluğunda işləyirdim. Sovet və Komünist Partiyasının üzvüydüm. Hal-hazırda Yeni Azərbaycan Partiyasının üzvüyəm. Və bunlardan qorxmadım və getdim, irəli getdim. Və mən elə bilirəm ki, həyatda ən uduşlu qadın varsa, onlardan birincisi də olmaram, amma ikincisi mənəm.